İlham Əliyev Avropalılarla, ilk növbədə isə Makronla barışdı. Olimpiya məşəli Makronun yandırdığı alovların yanında sönük qalacaq. Fransa Azərbaycanla diplomatik savaşa davam edir. Bir neçə ay əvvələ qədər cəmiyyətə düşmən obrazında ermənilərin dostu kimi göstərilən Qərb, hakimiyyət tərəfindən yenidən dost kimi təqdim olunur. Son bir ildə Prezident Əliyevin Avropa Birliyinin təşkil etdiyi tədbirlərə tez-tez qatılması bir yana, Azərbaycanın Avropada ən böyük düşməni kimi təqdim olunan Fransa prezidenti Emmanuel Macronla indi İlham Əliyev heç nə olmamış kimi zarafatlaşıb, dostcasına deyib gülür. Amma dünənə qədər Qərb torpaqlarımızı azad etməyimizi qəbul edə bilmir. Qərb erməniləri yeni müharibəyə hazırlaşdırır. Qafqazda ikinci cəbhə açmaq istəyir. Propagandası da birdən-birə dəyişib. Maraqlıdır ki, Avropa dövlətləri və elə Macron da əvvəlki siyasətini yürüdürsə, bəs dəyişən nədir? Statistikaya baxaq. Dövlət Statistika Komitəsinin məlumatları göstərir ki, Azərbaycanın ixracının 63%-dən çoxu Avropa Birliyi ölkələrinin payına düşür. İxrac deyəndə neft və qaz məhsulları nəzərdə tutulur ki, ölkə büdcəsinin 90%-i bu gəlirdən asılıdır. Azərbaycanın neft ixrac etdiyi top 5 ölkə, eləcə də qaz satdığı 12 ölkədən 10-u Avropada yerləşir. Azərbaycanın enerji resurslarını Avropa bazarına çıxarması təsadüfi deyil. Ölkənin şimal və cənub şərqindəki qonşularının təbii qaza tələbatı məhduddur və bu, Avropa Birliyini Azərbaycan üçün yeganə əhəmiyyətli bazara çevirib. Nəticədə də neft və təbii qaz Azərbaycanın Avropa Birliyi ilə strateji münasibətlərinin müəyyən edici elementinə çevrilib. Rusiyanın Ukrayna hücumundan sonra Avropada qazın qiyməti 60%-ədək qalxdı. Belə bir vaxtda Avropa Birliyi yeni qaz təchizatçıları ilə əməkdaşlığa üz tutdu. Yeri gəlmişkən, 2022-ci ilin iyulunda Avropa Komissiyasının sədri Ursula von der Leyen Azərbaycanla qazın ixracının 2 dəfə artırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayanda demişdi ki, Rusiya yanacağından uzaqlaşmaq səylərimizdə Azərbaycan əsas tərəfdaşdır. Azərbaycana qarşı çirkin bir təhribat planlaşdırılırdı. Bu təhribatın müəllifi Fransa idi və Fransada Ermənistana indi himayədarlıq eləyir. Onlar bir-birinə bacı deyirlər. Bütün bu baş verənlərin fonunda demək olarmı ki, Qərbə qarşı aqressiv ritorika 44 günlük müharibədəki qələbə eyfariyasından sonra Azərbaycan prezidentinin müzəffər lider obrazının yaradılması üçün daxili auditoriyaya yönəlik sadəcə populist propaganda idi. Axı bu davranış və ritorika İlham Əliyevi cəmiyyətin gözündə daha güclü və müstəqil lider kimi göstərir. Geosiyasi vəziyyətin ciddi dəyişməsinə baxmayaraq, Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişaf etməsi, yəni bəyannamənin imzalanmasından bəri kifayət qədər uğurla təşəkkül tapmışdır. Bundan başqa, İlham Əliyev 22-ci ildə Vladimir Putinlə müttəfiqlik sazişini imzalayandan 2 gün sonra Kreml Ukraynaya geniş miqyaslı hücum edəndə geosiyasi analitiklər artıq dünyanın iki qütbə, demokratik və avtoritar düşərgəyə bölündüyünü deyirdilər. Və Azərbaycan da yürütdüyü siyasətlə Kremlin yanında görünürdü. Lakin paradoks ondan ibarətdir ki, Qərbdən ayrı gəzib Rusiyanın yanında görünmək Əliyevin müstəqil lider obrazını zədələyirdi və tənqidçilərinə ona Rusiyanın vassalı adını verməyə rəvac verirdi. Bir ilə yaxın Kremllə davam edən gərgin münasibətlər və bu arada Qərblə yenidən alovlanan isti münasibətlər İlham Əliyevin hələ də balanslı siyasət yeridən lider obrazının möhkəmlənməsinə imkan yaradırdı. Lakin bununla belə beynəlxalq təhlilçilərin irəli sürdükləri fikirlərdən belə başa düşmək olur ki, İlham Əliyevin davranışlarının dəyişməsinə təsir edən başqa bir amil də var. Bəlkə də İlham Əliyev post-Putin dövrünə hazırlaşır. Məsələn, sentyabrın sonunda ABŞ Senatında keçirilən dinləmələrdə əsas məruzəçi kimi çıxış edən John Hopkins Universitetinin Mərkəzi Asiya Qafqaz İnstitutunun təsisçisi Frederick Starr deyib ki, Ermənistanla Azərbaycan açıq şəkildə Qərblə əməkdaşlığa can atdıqlarını nümayiş etdirirlər. Prezident Putinin Ukraynaya qarşı hücumu uğursuzluğa düçar olub və Rusiyanın özü iflasın astanasındadır. Biz artıq Rusiya Federasiyasının daxilində post-Putin dövrünə doğru irəliləyən mənfi transformasiyanın əlamətlərini görə bilərik. Hərçənd yeni Rusiyanın gələcək strukturu qeyri-müəyyən olaraq qalsa da, ona doğru hərəkətlilik getdikcə aydınlaşır. Bu açıqlamadan bir neçə ay öncə, iyul ayında isə Qafqaz üzrə əsas ekspertlərdən biri Thomas de Waal da Meduzaya müsahibəsində demişdi ki, Rusiya həqiqətən də Cənubi Qafqazda təsirini itirməkdədir və bu tədrici prosesdir.
Düşünürəm ki, Rusiyanın bölgədə nüfuzunu sürətlə itirməyə başlamasının əsas məqamı 2022-ci ildə Ukraynaya müdaxiləsi oldu və bu müharibəyə görə xeyli resurs tükəndi. Bundan əlavə, Qərblə iqtisadi əlaqələrin azalması Rusiya və Cənubi Qafqaz arasında tərəfdaşlığı birləşdirdi, çünki onlar mühüm yeni tərəfdaşlara çevrildilər. Yeri gəlmişkən, ekspert məhz yeni reallığın, yəni Rusiyanın zəifləməsinin Azərbaycan prezidentinə Rusiyanın vassalı yox, bərabər hüquqlu tərəfdaş kimi özünü göstərməsinə şərait yaratdı. Yəni, ötən ilin dekabrında Azala məxsus təyyarənin qəzasından sonra Prezident Əliyevin Kremlə qarşı nümayiş etdirdiyi soyuq münasibətin arxasında əslində bu dayanır. Bundan başqa, bu günlərdə Bloomberg-də çıxan analitik yazıda qeyd olunur ki, Ukraynadakı müharibəyə Rusiyanın iqtisadi və hərbi resursları sərf olunur və Kremldə bəziləri Moskvanın mövqeyinin zəifləməsindən narahatdır. Bu arada isə böyük güclər artıq Cənubi Qafqaz regionuna daxil olurlar. Əslində 2022-ci ilin fevralında Putin 3 gün ərzində Kiyevi tutaraq Ukraynanı alacağını desə də, buna nail ola bilməmişdi. 3 gün uzanaraq 3 il oldu. Beynəlxalq ekspertlərin dediyi kimi, Rusiyanın uduzması Ukrayna müharibəsinin başlaması ilə qütbləşən dünyada avtoritar koalisiyanın zəifləməsinə gətirib çıxara bilər. Bu isə tarixi nümunələrdən göründüyü kimi adətən zəifləmiş rejimlərdə daxili çalxalanmalarla müşahidə olunur. Çox da uzağa getmədən, Azərbaycanla Qərb arasındakı münasibətlərin təbiətini başa düşmək üçün İlham Əliyevin davranışlarını Rza Şah Pəhləvi ilə müqayisə etmək yerinə düşər. Rza Şahın da Avropa dövlətləri ilə münasibətləri mürəkkəb idi. Bu münasibətlər müasirləşmə və neytrallıq arzusu ilə səciyyələnirdi. Amma son nəticədə onun devrilməsi ilə bitdi. Rza Şah eyni vaxtda SSR və Avropa ilə münasibətlərdə balansı qorumağa, bununla yanaşı İranın Avropa sayağı modern və sekulyar dövlət obrazını qurmağa çalışırdı. İran iqtisadi cəhətdən, xüsusən də neft tədarükü baxımından Avropadan asılı idi. Bu da onu xarici təzyiqlərə qarşı həssas durumda qoymuşdu. Nəticə etibarilə geosiyasi dəyişikliklərin fonunda ölkədə alovlanan daxili inqilab Şahın qurduğu rejimin süqutuna səbəb oldu. Qərbə gəlincə, Qərb öz maraqlarına görə İlham Əliyevin istəklərini təmin etməyə çalışır. Baş verənlər göstərir ki, İlham Əliyevin Qərbdən istədiyi ondan demokratiya və insan haqları ilə bağlı məsələləri gündəmə gətirməməsidir. Başqa sözlə desək, İlham Əliyevin Qərbə qarşı aqressiyası bundan qaynaqlanır. Çünki insan haqları və demokratiya onun hakimiyyəti üçün birbaşa təhdiddir. Azərbaycan prezidentinin istəyi Qərblə sadəcə ticarət əlaqələri qurmaqdır. Paradoksal olsa da görünən budur ki, insan hüquq və azadlıqlarını fundamental dəyər və başlıca prinsip kimi qəbul etdiyini deyən Qərb üçün yeni geosiyasi durumda bu mövzular ikinci plana keçib və Azərbaycandakı repressiyalara göz yumulur. Yəni Qərb üçün təhlükəsizlik eyni zamanda da enerjinin təminatının təhlükəsizliyi və beynəlxalq ticarətin zəncirinin qırılmamasını təmin edən beynəlxalq nəqliyyat yolları bütün bunların fövqündə durur. Məsələn, bu ilin aprelində Bakıda səfərdə olan Avropa Birliyinin əsas diplomatı Kaya Kallasın Xarici İşlər Naziri Ceyhun Bayramovla danışıqlarının mövzusu əsas 3 istiqamət üzrə olub. Enerji sahəsində əməkdaşlıq, beynəlxalq nəqliyyat yolları, tərəfdaşlıq və əməkdaşlıq sahəsində yeni saziş. Qeyd edək ki, Avropa İttifaqının rəsmi açıqlamasına görə Azərbaycanın Avropanın qaz idxalında payı 7%-dir. Ümumi mənzərədə bu rəqəm kiçik görünsə də, ittifaqın bəzi üzvləri, xüsusilə də Şərq və Cənub-Şərq dövlətləri üçün Rusiyanın enerji daşıyıcılarına qarşı Azərbaycan qazı əhəmiyyətli alternativdir. Digər tərəfdən, Azərbaycan Avropa Birliyi üçün strateji əhəmiyyət kəsb edən Çindən başlayaraq, Mərkəzi Asiyadan, oradan da Xəzər dənizinin üzərindən keçən Orta Dəhliz layihəsinin mərkəzində yerləşir. Ukrayna müharibəsinin Avropa Birliyinin beynəlxalq nəqliyyat dəhlizlərində geosiyasi yerdəyişməsinə təkan verməsi bu layihənin icrasında 10 milyard avro investisiya yatırmasına səbəb oldu. Avropa Birliyinin Əliyev hakimiyyəti ilə əməkdaşlıqda güzəştli davranışları İlham Əliyevin uzun müddətdir imzalamaqdan boyun qaçırdığı tərəfdaşlıq və əməkdaşlığa dair sənəddən də aydın görünür. Şərq tərəfdaşlığına daxil olan ölkələrlə münasibətlərin xarakterini tənzimləyən yeni sənəd imzalansa da, Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlıq 1996-cı il sənədinə söykənir. Qərbin Azərbaycanla münasibətlərdə Əliyevin istədiyi müstəvidə münasibətlərin davam etdirilməsinə uyğunlaşmasını digər iki qonşu respublikaya fərqli münasibətdə də görmək olar.
Məsələn, demokratiyadan uzaqlaşmaqda olan Gürcüstana daha açıq və sanksiya məzmunlu davranışlar göstərilsə də, Azərbaycana münasibətdə tam loyallıq nümayiş etdirilir. Və ya Avropa Birliyinin genişlənmə məsələləri üzrə komissarı Marta Kosun sentyabrın sonlarında Bakıya səfərindən sonra Birliyin rəsmi səhifəsində yayılan məlumata diqqət etmək kifayətdir. Ermənistan və Azərbaycana səfərin yekunlarına dair məlumatda Azərbaycanla bağlı hissədə iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün işçi qrupunun yaradılması barədə razılaşmadan danışılırsa, Ermənistanla bağlı hissədə isə iqtisadi əməkdaşlıqla yanaşı demokratik dayanışmanın dəstəklənməsi vurğulanır. Bir sözlə İlham Əliyev Avropadan suverenliyə və müstəqilliyə hörmət etməsini tələb edir. Əslində isə İlham Əliyev üçün müstəqillik və suverenlik onun hakimiyyətinin toxunulmazlığıdır. Qərblə münasibətlərdə Əliyev hakimiyyəti üçün bu toxunulmazlığın qarantı Qərbin Azərbaycanda tapdanan insan və hüquq azadlıqlarına göz yumması, Azərbaycandan demokratik islahatları və iqtisadi azadlıqları istəməməsidir.